Sanki heç nə olmuş da. Xoş gördük hər kəsi. Deməli, bu videomuzda sizlə MHM 2024 test bankının mövzuatı iki əlaqəyə baxırıq. Bunun biri çəkib artıq qoymuşduq YouTube-a. Çox təbii videodur, hiss edirəm. Deməli, yeri gəlmişkən hədiyyə kampaniyası da gedir, orada qoşula bilərsiniz. Artıq 4 gün qalıb. 4 gün, minanəsəsi 2 gün qoşulur. 2 gün qalıb və 20 nəfərdən biri siz ola bilərsiniz. Hədiyyə qazanacaq 20 nəfərdən biri siz ola biləcəksiniz. Nəsə, başlayaq, çox uzun danışmayaq. İncidir məni, buyurun. 1, eləmi? 1, hə, 1. Deməli, birdən nədir? Hə, birdən nədir? Bu tip testlərdə nə eləmək lazım? Deməli, tərkibində həm 2 variant, həm 4 variant şəkilçi var. Bax, salamlaşmaq sözünə Allah 2 variantdır. Bu şurada nə idi? Qarşılıq bir gətirmə 3-4 variantıdır. Deməli, anı bura yaza bilərəm. Oxladığımda la var və d şurada keçmiş zamanı var. Bunu düz 2 cür eləmək olar. Hara fırlasam, burada nə var? 2 variant da var, 4 variant da var. Deməli, beni burada yaza bilərəm. Yazdırda ancaq hansı variantdır? 4 variantdır. Biləndə də ancaq hansı variantdır? 2 variantdır. Ağlağanda da 2 variantdır. Sonra 2 litsəsinin xüsusiyyətini daşıyır. Salamlaşma məsələ olduğu üçün bu. Biləndə andəndir, feili bağlama, feili sifət kimi düşünsən bu. Kökü amonimdir. Kökü amonimdir burada yazla ox sözü. Düzdür? B ilə C-ni buraya yaza bilərəm. Təkmil təhlil müxtəlif cür aparıla bilər. Biləndə sözü, feili bağlama, feili sifət kimi. Oxladığımı onsuz da göstərmişdik. Yazdırdıra belə ya da belə. Deməli, ən çox hansı oldu burada? B variantı. Onlara cavabımız B variantı. Gəldi 2-yə. 2-də nə deyirdi? Bir dənə diqqətlə oxum, görüm nə deyir 2-də. İlk dəfədə bu son. Sonraki peşmançılıq fayda verməz bədii üslub. Zəlzələdən zərər çəkənləri normal həyata qaytaracaq. Bu da publistik üslubdur. Deməli, müxtəlif emosiyaları göstərmək publistik üslubdur. Bu ortaq cəhət deyil. Fərqli cəhətdir. Onlara bunu götürməməliyik də. Bədii üsluba aiddir, publistik üsluba aid olduğu üçün. Bu ortaq deyil. Aid olan üslub həm şifahi, həm də yazılı forması var. Bəli, həm bədii, həm də publistikin ortaq cəhəti ola bilər. Mətn üslubun cəhəti bura qədər düz gəlir, aydın anlaşılır. Bu təbii körlüyür. Çünki bu mənşə üslubudur. Aydın üslub həm də elmi demir. Elmi kütləvi dediyi üçün avtomatik publistik olmalıdır. Yəni buranı bunu ödürüm. Ona görə cavab 2-dir. Sonra bədii üslubda, bədii elementdə. Hə. 4. 4-də sadəcə 5-ə baxın. Bələyə. Bunu demişdim ki, əgər açıq sayt qapalıya çevrilməyibsə, deməli, mən orada onu başqa cür anlaya bilmərəm. O istəyən halda bələk sözüdür. Bəli, bələk sözüdür. Çünki sözün qapalıya çevrilməsi üçün o qapalı saytla bitməlidir. Samitlə bitməməlidir. Vaxtda biz danışmışdıq. Sonra 13. Nə yazmışsan 13-ə? B yazımdır. 13-ə nə yazmışsan? B yazmışsan. Səbirli ol. Qaydaram 6-ya. Deyir ki, həm də başlanğıc formada olan söz kimi. Oynadığın sözünü başlanğıc formada necə düşünə bilərəm ki, orada hara fırlasam qramat şəkli. Necə düşünə bilərəm? Sən bayaq nətər eləmişsən onu? Başlanğıc forma nə deməkdir? Yalnız başlanğıc forma düşünən söz nə deməkdir? Yalnız başlanğıc forma düşünən söz o deməkdir ki, orada qramat şəkilçi olmasın. Deyirəm, qramatik şəkilçi olmasın o sözdə. Hə, oynamaq sözündə Rəşi bəy. Ay bala, oynadın, düzdür ya da oynadın. Hara fırlasam qramatik var axı. O deyəsən sözüdür. 2 qramatik şəkilçili söz kimi feilin arzu şəkli ola bilər. Kəsən görsünlər bəlkə YouTube'da. Ya da modal söz kimi olar. Modal söz olanda artıq o başlanğıc forma hesab olunacaq. 6 kimdəydi? 6. Nə idi mənim 6-da? Deyin görüm. Bircə dəqiqə. Hə, neçə duruğu işarəsi. Bax, biz baxı danışmışdıq. Demişdik ki, bəli, birinci iki işarəsinin əlavəsi xəbərlə uzlaşmayanda, düzdür, bəzi məsələlərdə əvvəlki vəsilədən fərqli şeylər tələb edəcəyəm. O, bugünkü dövrün tələblərini anlamırdı. Bugünkü nədir burada? Sifət, vergül qoya bilərəm. Anlamırdı. Dünya görüşsüz, vergül, mədəni cəhətdən zəif və düşüncəsiz biri, vergül, amma mən bir çox ölkələri, vergül, yəni Almaniya, İsveç, Hollanda və s. gəlib ulaşmışım. Sonra baxlacı deyil, ədat tusa qoymasın. Hə. 8. Bu da cümlədir. Hə. Sən nə götürmüsən? Niyə?
Burada gül kimi 2 ədəti var. Demişdik 2 ədəti işlənibsə bu nədir? Budaqdır. Sən elə bir vaxtda rast gəldin mənə. Necə bir vaxtda? Sual yarandı. Konkret sual yarandığı üçün nədir bu? Baş cümlə. Aysa. O yerdə ki, o gül kimi burada 2 ədəti var. Deməli bu nədir? O da budaq cümlədir. Neynəmi nədir? O ki lazımdır, ağladılar. Lazımı qədər ağladılar. Bəli. O budaq cümlədir. Gül kimi burada 2 ədəti. Sənə deyir ki, mən buradayım ha qardaş. Hə. 15. Mən 2 dənə yazmışdım. Bilirəm, təxmin edirəm ki, niyə 2 dənə yazmışsın. Deyir ki, hərəkət. Burada hərəkət yoxdur, çıxdım. Burada hərəkət yoxdur, çıxdım. Bəli, burada hərəkət yoxdur, çıxdım. Hərəkətin. Hə, o, bu da baş cümlədir. Baş cümlə səhv bildirə bilər. Bundan çıxdım, bir dənə bu qalacaq. Baş cümləncə səhv bildirə bilər. Budaq bildirməlidir. Baş cümlədə səbəb bildirən element ola bilər. Amma baş cümlə bütün səbəb bildirə bilməz. Baş cümlə əsasdır. Necə o səbəb bildirə bilər? Mənim iki də hərəkət yoxdur. Qayıtmaq. Cümlənin xəbərindən danışılır. Bax, cümlənin xəbəri, hərəkətin səbəbi. Bəs fərqləndirilən hissə deyil. Hədə, bu fərqləndirilən hissə, bu hərəkətin səbəbi olmalıdır. Bu da hərəkət deyil. Nəsə. Neçə? 14. Mən niyə dala qabağa eləyirsiniz? Əməli yazıdır. Gəl baxaq. Bax, diqqətlə bax. Deyir ki, məntiqlə fikirləşdə. Burada tərcümə aldı, həmçə sıra sayılır. Bu adam doğulduğu il yazmalıdır da, 1988-ci ildə. Başa düşün, deməli bu 100% nədir? Düzdür. Düzdürsə nə eləməliyəm? Uyğunsuzluqdur da 4 olanı götürməliyəm. Düzdür, uyğunsuzluğu deyir axı. Sonra, ərizədə yerlik aldılan söz işlənməlidir. Niyə? Yönlük halda olan söz işlənməlidir. Kimə? O kimdən var ha? O tərəfindən qoşmasıdır. Ha, təqdimata yönlük hal olur. Kimə təqdim olunacaq deyə. Başa düşdün? Deməli, indi mənim uyğunsuzluğum nə olur? Bu yerindədir. Aysa, bu yerində deyil. Ona görə bu yanlış olduğu üçün bundan bu getməlidir. Sonra. 17. Baxaq. Çürüyüb bu sual. Nə yazmışsan 17? Niyə yaza bilmirsən? Niyə? Akşam onlarla biri var, deyir ki, mən, nə deyir, vurğunu anlayamıram, bu vurğu deyil. Burada vergül qoyurubsa, 2 dənə yetim söz var, çaparaq, qaçaraq. Deməli, bu araq leksikdir, vurğu sonda, deməli, bu araq qrammatikdir, vurğusu burada. Qutardı, getdi də. Bir ifadə vasitəsi, sözün sonuncu ecasına və quruça düzəltməlidir. Götürdün biri götürdün, bu getdi, bu getdi, bu getdi. Hazırdır da sən cavabın. Şəxsi və kəminə görə dəyişməyən feil deyil, zərf, 2 nəturladın, ura, cavab A. Həmçinin, bəli. Çünki o feili bağlaması vergül qoymazdım orada. 20. 20 kimdədir? 20 məndədir. 3 ilə 4-ü götürmüşəm, amma 2-ni də götürüb. Baxaq. Təslik aldı ismə. M ədatı bitişə bilməz. Səmanı mı? Görmüsən. 21 nədir? 21-i səhv eləyən. Nə yazmısan? Mən yazmışdım 2, 3, 4, açıqda 2, 3, 5. 2, 3, 4 yazmısan. Ümumi qrammatik mənasib müxtəlifcə düşünən nə deməkdir? Demə. Bunu necə düşünmüsən işlənti səs? Bişinti oxumuşam. Bişinti. O düşülüb də. O tərəfdə olur, füzuldə olur. Deməli, B-ni çıxdın, D-ni çıxdın. Ləpələmə ilə çıxırsan ki, bunu harafləsən, bu nədir? Feildir. Ay Allah. 2, 3, 5 ya da 2, 5 qalır. Deməli, 3-ü də götürməliyəm ki, kərpici nə ola bilər? Sifət ola bilər. Sonra. Mənim hansı mənada sifət olur? Kərpici, rəng. Rəngdir. Bir də kərpici nədir? 26. Kimdə də 26? Nə yazmışsan? Nə yazmışsan? 2 dənə tapmışsan. Biri baxaqdır, biri də tutturmaqdır da. Bu necə olur? Tuttur, olsa isim, nəqli cümlə, get filan kəs tuttur olsa əmr cümləsi. Bu meyvə nədir? Tuttur, tut. Belə uzun, biraz bölçkənə oxşuyur. Tut, tavuşlar demişkən tutqıla. Hə. 27. Deyir ki, bax, bizə nə deyir? Yalnız ikinci şərti uyğun. İkinci şərt məndən nə istəyir? Fonetə norma pozulsun. Fonetə norma burada pozulmuyor.
Faytonda məntiqə bax, bax, sonra deyirlər ki, müəllim məsələlər. Mən sübedi salıram. Bu söz belə yazılmalıydı. Sənin məntiqinə. Bu samit var ya burada. Ay da yok Çin'de düşmüyor. Nə çində düşür? Mən sübedə düşürək, cəm var orada. Niye? Gedin rayona. Bir 10 gündə rayonda qalın, yaxşı olar. Sıfırlanın gəlin. Gedin rayona, sıfırlanın gəlin. Hə. Mən onu son dəfə 1996-cı ildə görmüşəm. 2000 Bakı şəhərində görüşmüşdü. Burada da fonema pozulmuyor. Cədə var. 20 yanvarda. Yanvar böyük yazılmalıydı. Dədə. Yoxdur. Edə. Bax. Bu nə sözdür? Belə söz olar. Deməli, əlində nə qalıb? C'den Yiyəcəyinə ye qalıb. Hə. Leksin normal pozulur. İriləşən ana ata nədir? Ana ata niyə iriləşsin? Ana da hulk. Bax. Hə, bundan sonra sizə verəcəm. Mikroskop ki, yaxşı yazılasan ki, görəsən ki, nədir? O bilirsiniz də, o bizə uşaq vaxtı keçirdilər. Bir uşaq gəlir həkimin yanına deyir ki, həkim mənim qarnım ağrıyır. Deyir, niyə? Deyir ki, bəs ay həkim, çoxlu çalarımı yemişəm. Həkim də götürüb buna göz dərmanı yazır. Deyir, ay həkim, mənim qarnım ağrıyır, mənə nə göz dərmanı yazsan? Deyir, ona görə ki, yaxşı görəsən ki, nə yeyirsən. Bax, indi bu da elə. Axı iriləşən Pozulmamışdır. Həkim bir gün, bir uşaq gəlir həkim yanına ki, bəs qarnım ağrıyır. özünüz yazdım sizdə var. Sonra 28-də daşlaşmağı 2 cür anlaya bilərik. Bəli. Qaşıl bir yaşam şəkilçi deyil. Mən bunu... Elə bunu burada... Hə, nəyə başlayalım? Bütöv baxım suala. Bəli. Daşlaşmaq. Bunu belə düşünə bilərəm. Kimsə daşlamaq, daşlaşmaq. Belə düşünə bilərəm. Xəbəri olduğu cümlədə mübtədanın ifadə vasitəsi cəmdə olmalıdır. Xeyr. Bu qarşılıq birgəlik növü. Tək birgəlik növü olsa. Aydındır. Deməli, bu nədir? Bu necə fikirdir? Səhv fikirdir. Sonra tərkibinə görə təhlilin asıl olmayan tərkibinə 2 vadəlik şəkilçi var. Səhv fikirdir. Çünki bu vəziyyətdə 2 deyə bilərəm onu. Hə, 2 variantdır. Bağışlı misal halda var. Elə bir 4 variantdır. Üzüm ayağınızın altına. Yəni, la var, ya da laş var da. Sözün tərkibində dörvanın şəkilçi ola da bilər, olmaya da bilər. Bəli. Hə, 2-3. Bunlar getdi. Yalnız 2 miqdarın nitq səsinin xüsusiyyətini daşıyırmı? Bəli, məsəl olduğu üçün daşıyır. Bu doğrudur, mənə lazım deyil. Ona görə 4-ü vuracağım. Qara qız. Mənim aşk adlara qoşulur. Bəli, yanaşmaq məsələn. Sonra 32. Hə, o bax fikir ver. Bax, 1-də də nida var bir sözdən sonra, 3-də də nida var bir söz. Bunların fərqi nədir? Bu xitabdır, əziz. Amma bu xitab deyil. Bu artıq müstəqil bir cümlədir. Vətəndaş, bitdi cümlə. Anladınız nə yəni bu? Bu əzizdir də, əzizə deyirəm bu sözü. Əziz, sən neçə dəfə öz bildiyinə hərəkət edəcəksən? Bu xitab. Amma burada artıq vətəndaş bu xitab deyildə başqa bir cümlədir yəni. Ona görə bunu götürməlisiniz. Mənim 31-i təhlil edə bilərsiniz. Nə cürə təhlil? Əla. Nə edir? Görünür. Nə? Bizə dəqiqə. Nə görünür? Möhtəşəmlik. Nə görünür? Qəzəbi. Hansı möhtəşəmlik? Çəmənində, dumanında itirib dərələrə çırpan bir möhtəşəmlik. Sonra necə möhtəşəmlik? Bir də dağ mətinliyi var. Bu da mübtədədir. Hansı qəzəbin? Başına qayaları yağdıran, düşməni qorxudan, nə zaman? When sənə baxdıracaq. Bir dəqiqə. Sonra. Mən orada biri götürmürdüm. Mübtədanın ikisi qrupça sadə, biri mürəkkəb. Dağ mətinliyi 1, qəzəbin 2, möhtəşəmliyi. Bəli, düzdür də. Sonra. 30 neçə? 33. Nə olur bura? Hə. Bu demişdik, bunu nə eləmək lazımdır? Bu tip klasteri. Hə. Tərəfsü. Yazışı T ilə. Bu səhv gedir. Amma digər bütün şeylər öz yerindədir orada. Hər şey bir dənə buydu, orada oturdu yerinə. Deməli, bu tip klassda nə edirdik? Demişdik, birin qabağına baxırıq. Ya B var,
Bir dənə icazə gəlib ora. Hə, B var, E var da, düzdürmü? Deməli, burada nə oldu? B və A, düzdür? B və A. Deyir ki, cümlənin 3 qrammatik əsası var. Hansına aiddir bu? Bir müddətdən sonra soruşacağam. Zaman zərfliyi. Çox zaman. Nə təklif edirsən ki? Hə, cümlənin 3 qrammatik əsası var, bu heç birinə getməyəcək. Çünki gözləri qızarmış, böyümüşdür. Bu iki xəbər bir mübtədələ bağlı olduğu üçün bu cəmi bir qrammatik əsasını, bir də bu tərəf deməli burada cəmi neçə dənədir? 2 dənə. C olan variantları nə edirəm? Vururam. Çünki mənə lazım deyil. Cümlənin tərəflərindən birincisi səbəbi, xeyr, bu tərəf səbəb buradadır. Gəl. Sessiz. Sabahınız xeyir. Burada D də heç birinə getməyəcək. Ondan sonra yerdə qalan variantlara D yoxdur. Çünki ikinci tərəfdə səbəb. Budaq cümlədə düzəltmə feil yoxdur. Ağlamışdı da yoxdur. Bəli. Mən burada görürəm ki, yoxdur. Bu buna gedəcək. Elan ediləcək. Ehtiyac olarsa budaq cümlə bura. Burada da yoxdur. Deməli E. Mənim variantım istənilən halda nə olmalıdır? E olmalıdır. Getdi bu da işin. Olar isə. Hə. Deyir cümlənin qrammatik əsası var. O mübtədə xəbər, mübtədə xəbər. Elə olmalıydı. Hər xəbərin öz mübtədəsi olmalı ki, ona qrammatik əsas deyəsən. 50 xəbər bir mübtədəyə bağlansa, o bir qrammatik əsas. Sən bir müddətdən sonra zərf götürürsən. Zərflik. Bəs onun baş cümlədə İmkan ver gələm də. Hələ ora gəlməmişəm. Sonra baş cümlədə bir zaman zərfi yer alır. Baş cümlədə. Baş cümlədə. Hanı zaman zərfi? Bir müddətdən sonra. Zaman zərfi götürüb onu. Test götürüb onu. Cavab nə verir? Bir müddətdən sonra. mən də onu düzəltmişdim. O zərflik deyil, o qoşmalı ifadədir. Niyə elə götürük ki? Yox. Hə, Zərflik də bu zərf deyil. bəli. Yalnız sezişən var, olarsa. Sonra. 39. Qurudulmuşdur sözündə. Sözün quruluşunu dəyişən şəkilçinin sayı qədər. Qurumaq, qurutmaq, qurudulmuşdur. Sözün quruluşunu dəyişən şəkilçi neçə dənədir? Bir dənə. Bəli, o da bir dənə. Sayı mənəvi yox, ismi əvəz edilmiş sayı yox. Defterə yazılan köməkçi hissələrinin sayı. Qurça mürəkkəb olanlar defterə yazılan. Hansıdır o? Nidat bəli. Hə. Deməli, belə yavaş. Hə, sürət yox. Demişdik ki, sözün quruluşunu ancaq bir şəkilçi dəyişir. Yox, hər nədirsə, yalnız bir şəkilçi. Hə, sən sağlıq. Bir dənə. Deyir, nəyin sayı birə bərabərdir? Tapdıq ki, burada sözün quruluşunda şəkil sayı neçə dənədir? Bir. İndi deyir ki, bu cavabların hansı birdir? Sayın mənəvi neçə dənədir? 2 dənə. İsmi əvəz edilir, nişan əvəz edən sayı neçə dənədir? 3 dənə. Bu elə belə. Quruluşla mürəkkəb olan, defterə yazılan köməkçi hissənin sayı bir dənə. O da yazıq nida. Ondan cavabın C oldu. Allah. Deyir ki, bir daha deyirəm. Sözdə, bu sözdə, sözün quruluşu dəyişən şəkilçinin sayı neçə dənə oldu? Bir dənə. Bir dənə. İndi nəyin cavabı birə bərabərdir? Başa düşdüm indi. Görsən, qiblə tərəfdir. Davam edin. 42. 41. Həmin test bir mantıqlı var mı? 1 manatlıq deyil, yalan deyirəm. 50 qəpik. Deyir ki, tamamlığın sualı fərqli. Tamamlıq. Bildir. Ay bala. Bildirdi nəyi əş, bildirdi nəyi burada pil olduğunu, bildirdi, göstərdi nəyi ağacı, nəyi, qabağına yazıram, nəyi. Onların kitablarını, nəyi, bax, burada da var, nəyi. Çox yaxşı bildiklərini söyləyə bilməzdi, nəyi, bax, görsən, hər bir vəziri dəyişə bilirdi, nəyi. Siz yəni burada böyük hərflə yazıldığından şübhələnmədiniz, eləmi? Çox ürək tanıdı sizi. Kimi? Elə də. Niyə böyük hərflə yazılıb səncə bu? Niyə böyük hərflə yazılıb?
Obrazı, təmsil, nə bilim nədir o? Təbrizi obrazı, o gün keçməriz İvan Krılovun ağac əsərini. Rezillik rüsvalıq. Hala buna bax, hala buna bax. Hala buna bax, buna bax hala. Sarı Rəfiqan hanı? Sən niyə gecikirsən? Bax, siz şəxsi təyyarələrinizlə gəlirsiniz. Bu metro ilə gecikir. Bir də, burada elə bilərlər ki, ilk dəfədə gecikirsən. Hə, 42. Müəllim, orada Boş xanalardan birinə yazıla bilər. Deyir ki, cümlədə əlavə var. Əlavə. Demir ha, cümlə üçün əlavəsi. Sadəcə əlavə. Yerindən Murad Gilinin evinin önündən keçəndə ada var. Buraya yazırım. Özümü vurub öldürmürəm mən. Bu həmcinsdir, əlavə deyil. Sonra Yaransı Mirzə Əkbər Sabirlə həmçinin əlavə gəlmişsə bir sözlə. Deməli, burada var əlavə. Geni buraya yazdım. Sonra dedəm, mən sabah avqustun 5-i ad günüm olacaq. Bəli, əlavə. Yazdım buraya. Mən bu rəsam məktəbin qurucusu, əlavə var, burada da yazdım. Sonra deyir ki, nümunədə ümumiyyətli söz yoxdur. Yoxdur. Ada ümumiyyətli söz yoxdur. Anı buraya yaza bilərəm. B-də ümumiyyətli söz yoxdur. Beni buraya yaza bilərəm. Sonra C-də ümumiyyətli var. Burada ümumiyyətli söz var. Üz üstə. Yox, burada var. Əlaçılar. Sonra C-də ümumiyyətli söz. Bir sözlə 20-cəsinin dahiləri burada var. Görürsünüz? Yaza bilmir. D-də ümumiyyətli söz yoxdur. Bəli, yoxdur. Beni buraya yaza bilirəm. E-də ümumiyyətli söz yoxdur. Bəli, eni buraya yaza bilirəm. Nə oldu cavab? Ay mən bilsin ya, mən variantı mən çaşdırdım. Mən elə bildim ki, o sadəcə olaraq sadalayır da, mən bu rəsm... Xəbər də verməyəcəm, elə mi? Hə? Xəbər də verməyəcəm sözünüzdə. Hə, verməyəcək. 53, 46. 46. Uyğunluğu müəyyən edin. Firmaların, şirkətlərin emblemi fikri yazılır. Düz. Dövlət yerimizdəki sümbül, şəkli yazı deyil, fikri yazılır. Təndirxananın önünə qoyulan çoxlar əşyavi yazıdır, bəli əşyadır. Qobustandan qarşı rəzimlər, şəkli yazıdır, şəkli yazıdır. 53. Neçənin? 51-dəki cümlədə gecənin sözü o zərflikdir. Sual niyə vermədin? Gecəni mənim ən çox sevdiyim meşədə keçirik. Sual ver. Sual ver də. Bəli. Dərs zamanı nəsə yeyib içmək olmaz. 57. İlkim də. Ay mən dedisi olmaz ona görə. Tamam. Allah. Fədilə su içən görə adamı ilanda vurmur. Mən ölüm. Yox, bir dəqiq qaydaram. Buna görə bir saat birləşmirsən. 53 dedilər mən. Yox, bu biabırçılıq. Yox, nə oradan mən, nə oradan mən. Bu mürəkkəb addan yazılma qaydası var. Sizə də atmışam bunu. Bu incəsənət niyə böyük yazılsın? Bir dəfə də izah edərsiniz. Tərkiblərin ilk sözü böyük yazılır. Yox, ümumiyyətlə bu dərsin bir dəfə boş vaxtında. Mürəkkəb adları. O cümlənin axırınca gəldi. Boş vaxtınız olanda. Ay, 53. Nəyi? Yazmasa? Yazmasa bir də orada menecer 50 manat verir. Şaka. Fe'li bağlamaq kimdə çıxış edə bilər? Fe'li bağlamaq kimdə çıxış edə bilər? Bax, bu biabırçılıq nədir? Bu fe'li bağlamadan başqa nə ola bilər ki? Görsən, fe'li bağlamaq kimi çıxış edə bilər, bunu ödəyir. Amma bu ödəmir axı. Mən orada dönə-dönəni iki cür fikirləşə bilirəm. Bəli. Yazan içə iki dəfə fikirləşəm. Fikirləşmirəm. Hə, B variantında bir çoxla bir sıra yanlışlar oluyor. Orada müəllim mən B çıxıbdı deyəsəm cavab. C. Və havalandırma sözü yazmaq istənilən halda quruluşda növü eynidir. Havalandırma quruluşda nə ola bilər? Düzəltmədən başqa nə ola bilər? Dönə-dönə var burada. Ay balam, dönə-dönə quruluşda nədir? Mürəkkəb. Har, başqa cür düşünə bilərəm. Sonra havalandırmanın quruluşu nədir? Başqa düşünə bilərəm. Demirik, onunla bunun eynidir. Deyir, iki məna versə də hara fırasan quruluşda növü eynidir. Fe'li bağlama, belə dönə-dönə, bax, olur tərs.
Bir daha o şey miqdar zərb. Bunları sizə dönə-dönə demişəm ha. Yenə də dın. Bax o. 55. 55. 55. 55'e baxırıq. Gəl. Yazmısan ne taşı? Yazacağım ben. Edebiyat təşəbbüsü. Mənə xəttinin yarısını istəyirəm, bunu da bilərsən. 55'e nə olur? D-yə baxaq. Eyni feil, necə ola bilər o? Necə ola bilər? Bax, məntiqlə düşün. Bir feil necə bütün qrammatik mənövlərdə ola bilər? Bir məntiqlə fikirləş. Axı, feillə o mümkün deyil axı. Məsələn, deyək ki, görmək feili necə şəxsi növdə işlədə bilərsən? Və yaxud da baxmaq feilini necə məhsul növdə işlədə bilərsən? Yaxında da işlədə bilərik. Məhsul növdə, baxmaq feilini. Yox, olmur da, yəni demək istəyirəm ki, olmur. Hə. Yəni çaşdıra bilərlər, Hə. baxmışlar, məşhur növdə deyil. İstəyən mən buradan deyil, səni tanısınlar, hansı videodasan var. Nə, davam elə, hə. Deyir ki, maşın daim qarajda. Maşına kimsə toxunmasın, qəti qadağan nədir? Qadağandır. Qəti qadağan nədir bu? 1000 dəfə demişəm sizə ki, qadağandır. Qəti qadağan nədir? Elə bir marketə getmirsən ki, çörək var, dil yox. Deyirsən ki, heç yoxdur. Yoxdur da. Səhv yazılır da, bala. Səhv yazılır da, səhvdir. Qəti qadağan səhvdir. İlk debüt səhvdir. İlk nübar səhvdir. İlk öncə səhvdir. Arxa fon səhvdir, bəli. Fondur, arxa fon nədir? Qəti qadağan daha da qüvvətləndirmək üçün deyil. Yox, elə qadağandır da. Mən deyirsən ki, məsələn, ana hörməsi eləmək qadağandır, qəti qadağandır. Qadağan yəni ki, o nədir? Qadağan demək arada bir eləmək olur, qəti qadağan et olmaz. Hə, davam elə. 60? 61. Yalnız bir şərt var. Şəkli yazıya nümunə deyil. Qədim türk əlifbası hərfi yazıdır. Deməli, A buna da gedir, buna da gedir. Novruz bayramında səməni görülməsi fikri yazıdır. Nə şəklidir, nə şəklidir. Buna da gedir, buna da gedir. Çörək mağazasının vitrinəgi çörək şəkli. Şəkli yazıya nümunə deyil, bunu ödəmir, amma bunu ödəyir. Yəni, bura gedir. Başa düşdü? Çörək şəkli. Yəni, burada çörək var. Hə. Bir danışaq. Hə. Keçən dəfə, hə. C variantında. Neçədə? 62. Hə. Variantında nazir balaca nə yazılmalı? Səhiyyə də balaca ilə yazılmalıdır. Mən sizə dedim ağa, bütün nazirlər balaca yazılır. Bir dənə baş nazirdə baş böyük yazılır. Balaca yazılır. Ay balam, elm və təhsil naziri hamısı balaca, bitdi. Bir dənə baş nazirdəki baş böyük, ha, nazir yox, baş böyük yazılır. Adam adı olsa hə. Ay balam, ay baş sözünün. Niyə atı yovşanlığa yorulursunuz? Deyirəm ki, nazir balaca yazılır. Qutardı da yəni bu. Yoxdur bunun ehtimalı. Nazir balaca yazılır. Nə boyda nazir? Hə. 65. 64. Ay Allah. Hə. Əldən ayaq açma. Birinə qələt edib salam verirsən, evdə ayaq açır. Bir də uşaq doğulan kimi nə edir? Heç bir uşaq doğulan kimi ayaq açmır. 2-3 yaşdan sonra ayaq açır. Mənim 1 yaşdan. Hə, əldən qocalmaq, bir filancət qocalıb əldən düşür. Bir də yorulmaq. Hayır. Yorulub, yaşayıb yorulub. O mənada da yorulub yaşamaq istəmir. Hələ gözüm dəydidir o, gözümə dəydidir o. Amerikanı kəşf eləməyim. Bu bir ikizə göz dəyməsi kimi şey yoxdur, mən ona inanmıram. Bir də görsən, üzəri asır. Bonus göz muncuğu da asır. At nalı da asır. Ayaqqabı qaloş parçası da asır ki. Yəni daha bütün növdə artıq o göz daha bilmir, daha adam girsin ora. Mən bir mental dəyərlər. Hə? 65. Nə yazmışsan 65-ə? C yazdım ve çıxdı. C yazıb, niyə sən yazdığın variant çıxmır? C yazdım, yəni heç ruhun da inciməzdir ki, niyə bundan bu üstə düşmür? Əslində tapırdım elə. Hə, gəlin, bax ha, C yazıb. Yanaşı gələn iki kar sabitin heç biri tələffüz zamanı düşmür. Niyə düşmür? Niyə düşmür axı? Dostlaşmaq C düşmür burada. Ha. Və onda niyə götürmüsən ikini? Heç birisini yazdım.
heç bir deyəndə ortasına yaz. Sözdə l səsi yoxdur çünki tələffüz eləməni yazmalıdın. Yazmamısan. Yazmamısan tələffüzünü. Yazmamısan. Amma mən neçə il müəllimi yazıram ki, birdən gözümdən qaçar. O qədər özü arxayınsız. Belə olur. Sözün son sabiti kar qarşılığı gibi tələffüz olunur. Mümkün deyil. Zaten qının öz kar tələffüzündən də alınma sözlərdə olur. 4. Səs uzanması yoxdur. 6. Hələ sən bir də bura 5-dəki biabırçılığı yazırsan. Eyni səs mütləfindən ifadə olun. Var da burada başa dönüm. Rırı. Var da burada dıdı. Sonra 66. Mən 4 götürürüm. Niye götürməm səni? Anan felisfə şəklisi olmaz. Anan leş şəklisi ola bilməz. Dadanmaq, gücənmək sözündəki. Sonra Götürmüşdüm. Mən elə bildim ki, Ha. sən elə bilirdin ki, gəlməyim dərsən, müəllimə də bir üzrxahlıq yazmayım, yaxşı olar. Mən video qutarsa mən danışacağım sizinlə. Hə. Adamın humanizmindən bu qədər istifadə eləməzdir. Neçə? 67. 67. Tərkibində şərt şəklində olan feil olan cümlə. Xeyr, vergi təsəvvür olunmaz. Bu yanlışdır. Ona görə yanlış tapmalısın. Şərt şəkli varsa vergi var. Çünki budaq cümlə var. Tutmadınız? Hə. Ən azı 2 qrammatik əsas olur. Bu doğrudur. Amma mənə lazım deyil. Biri vurdum, biri. Budaq cümlə, baş cümlə, buraxılan üzvü izah edə bilməz. Niyə? Nə dəxli var? Heç bir dəxli yox. Budaq cümlə ismi xəbərli ola bilərmi? Xeyr. Çünki şərt şəkli feil. Bu da səhv. Mən yenə o birinci sualı yenə cavablayım. Ən az 2 qrammatik əsası var. Məsələn, Mürəkkəb cümlə deyil. Mürəkkəb cümlə. Tabili mürəkkəb cümlədir. Tabili mürəkkəb cümlə necə ən az 2 qrammatik əsasla düşünmək olar? Məndən soruşmuram. Orada məsələn 2 dənə də xəbər var. Hə. Ancaq mübtədələr yoxdur. Daxil nədir onun? Onu götürürük. Əlbəttə ki, sənə kim deyir ki, mübtəda mütləq orada olmalıdır? Mənə 2 dənə fərqli xəbər lazımdır. İstir onun mübtədası orada olsun, istir onun mübtədası olmasın. Yəni qrammatik əsas bu demək deyil də mütləq oxu çəkməlisən. Elə bir şey yoxdur. Məsələn bax, yazsam ki bura gəldim, görüşdük. Düzdür? Mənim ki gözüm aydın burada mübtəda yoxdur. Ki gözüm aydın. Deməli yenə bunu müstəqil qrammatik əsas düşünəcəm. Çünki hərəsinin öz mübtədası var. Və yaxud onun biri şəxsiz ola bilər ki, mübtədanı düşünməyə bilərəm. Mənə o maraqlıdır ki, mən 2 xəbəri bir mübtədaya baxamam. Söz. Elə bir gecişən biridir. Çay gətir mənə. Hə, təşəkkür edirəm. Nə istəyirsən? 72. 69. Yox, varımdır. 69. Nə olub 69? Hə. Ay abi. Nəqli cümlə. Şəxsiz cümlə. Bu şəxsizdir. Avtomatik şəxsizdir. Onun elə nə oldu? Bir getdi. Qulağın çatan sazla Nəsibənin halı qarışıb. Şəxsizdir. Mübtədası olmayan əmr cümləsi. Əla, əmr cümləsi mən tapmalıyam sizin üçün. Hə? Nə? Mübtədanı fikirləş, sizi gözləyirəm. Xəbər anı. Gəlin bura, o istidadı burada görsünlər. Doğazatdır, halı qarışıb. Bura gəlin sizi görsünlər və bu yeriliyi görsünlər. Doğrudan deyirəm, təsəvvür edirəm ki 10 ildən sonra artıq orta məktəb kitabını yazacaqlar ki, vaxtı ikən Aqil müəllimin şagirdləri bu kəşfi ediblər. Adımız tarixə düşəcək qızlar. Adınız söyle dastana qızlar. Hə Allah. Hə, neçə? 77. Topla nə məlumatı? Kim üçün? Mənim üçün necə məlumat məlum? Nə? Qeyri-mən təhsil üçün. Mübtəda deyil o. Tamamlıqdır. Hə? 72. 72. Nə yazmısan? Yazdım. Əla. Baxma. Vallahi deyirəm. Yəni bunu yazılma tarixi əvvəldə olur. Harda ola bilər? Protokolda ola bilər yazılma tarixi. Yazılma tarixi, hə? Aktda ola bilər, bəli. Deyini götürmüşdüm əslində, sonra vazgeçdim. Amma deyil çıxdı. Oy. Çıxışlar protokoldur. Şikayət və xahiş məqsədindən ərizədir. Deməli, nəticə təklifə verilə bilər, təklif. Təklif verilə bilər, protokolda, aktda verilə bilər. Hesabata aid heç bir şey yoxdur orada. Yox, mən orada məni çaşdıran bilsin nə oldu? Yazım ki, Allah tərəfi sənə çaşmağa meyilli adam dölsən, hə? Hə, bəs nə? Yanlış fikir. Hə də bunları dedi də buna getmirsə deməli bunun üçün yanlış olur da o. Hə, onu ödəmir. Oy. Mən 73-də birinciyə baxdım.
Cümlələrə qarşılıq təsiri zamanı yaranan qüvvələr cümlələrin qarşılıq təsiri zamanı yaranan qüvvələr eyni təbiətli bitişik yazılmalıdır. Eyni cinsli, eyni təbiətli bitişik yazılmalıdır. Fantin olmaz. Toplam neçə sualdır bu? 100. Gün buradayıq. Mənim 77. 77. Hə, doğrudan. Hə. 77. Bax bu yardım xüsusi yardımdır. Hə. Deyir ki, gəlin. Bildir, deyir ki, abala burada onsa var da leksik. Var da orada leksik. Burada heç bir halda deyir ki, eyni köklü ola bilməz, heç bir halda. Deməli, çapar, məsələn, buradakı araq leksik düşünə bilərəm, buradakı ırı leksik düşünə bilərəm, bildirməyi leksik düşünə bilərəm. Bişmiş, yemək növü. Evdarıq. Pişirmək feili. Hə, deməli, görün, görən. Görəni haraflasan, bu nədir? Qrammatik şəkilçi. Görün, hə, qayıdış növ. Leksik. Hə. Alınmır da, bu qrammatikdə axı. Yəni 78-də Bu sualı bitib işləmişik. Çünki sualın şərtini oxumursunuz. Fikir qalıb başqasının statusunda. Qanuna gəlin söhbətlərində. Bax, dondurmadan feilinin vurgusu neçə heç adam. Feil isə madan budur, burada bir yerdir cəmi. Deyir, dondurmadan feili deyirsə, feil. Deməli, madan feili bağlamadı, o da vuru qəbul eləmir. Deyir, neçə heç adam düşünə bilərəm. Bir heç adam. Mən ona görə 75. Bir dəfə də fikirləşib düz variantı götürün. Niyə həmcə fikirləşib sən? Allah qoysa inşallah. Niyə yazmamsan 75-i? Hə? Hə, metod yazıyorum. Nələr? Baxaq. Cümlənin xəbəri suala cavab vermir. Niyə cavab vermir? Feildir də. Niyə cavab verməsin ki? Düzdür? Getdi. Mürəkkəb sayla başlayır. 7 mürəkkəb saydı sizdə. 7, 10-cu. 7, 10. Zamanın başdan bitmə məqamı. 7 düzəltmədir. Düzəltmədir. Mürəkkəb deyil. Düzəltmək də yəni. Ha da. Götürmürük də bunu. Belə deyil. Bəs o treyə görə. Tire, o defistör, tiredir. Zamanın başlama bitmə. Yəni mürəkkəb deyil. Yox, iki müxtəlif saydı o. Hadi yəni düzəltmək. Hə. 7 düzəltmək. 7-cidir o. Allah, Allah, Allah. 86. Bax, danış ediyor. 86. 86. Nə olub 86? Deməli, 86-da mən D seçmişdim. Bəh-bəhdən, amma C çıxdı. Ruhun inci məliki niyə C çıxıb? Yox, tapa bilmədim. Aşkım, niyə çapa bilmədin? Sənin yapar. Bax, qulaq as. Çünki işləmirsiniz. Çünki mühakimə elə sürmürsünüz. Çünki təkrar eləmirsiniz. Burada sən D yazmısan, cavab C çıxıb. Ay sən baş verin. Cavab C çıxıb. Düzdür? Sən D-ni 2-yə götürmüsən. Bu deyir ki, yox, D 1-də olmalı. Bir bax da niyə 1-də olmalı? Cümlədə köməkçilik, yaxşı, bunu da mən mi sən üçün tapım köməkçilik hissəsini? Gəl baxaq köməkçilik hissəsi. Bu nədir, abala? Mən mi tapım onu? Hə, nə? De buna görə, nə? Biri də düşünürəm. Oy, bu yoxdur versə. Bilirsən niyə? Çünki araşdırmayıb ki, bu niyə belədir. Yazıbdır, çıxıbcı, gedib alqım məndən soruşaram. Bu qədər. Çoxuzda belədir. Allah haqqı belədir, and içirəm. Gəl. Düzəltmə sifət. Görsən? Doğma var burada. Doğma vətən, doğma var. Burada da var güclü. İkisində də var ha. İkisində də var da, elədir. Tutmadı. Cümlədə quruluşda düzəltmə sifət yoxdur. Axı ikisində də var. Onlara bu yanlış olur da. Hə, sonra. 87. Qışqırma mən başıma. Nə? 87-də mən şey götürmüşəm. Nə gör? Bax, bu haqda da mən sizə demişdim. Sən qışqırma. Nə yazmışam, açıq. Hə, özdən əvvəl sözlə. Bunu mən sizə demişdim, çıxıb getməyin. Bəli, bəli. Hətta məşhur mahnı da var, xalq mahnısı. Bu qədər asandır, çıxıb getməyin. Hələ qapıda da göstərmişdim, burada başa salma olsun. Keçmək bildim. Məsələn, belə bir cümlə. Həmçinin, sülh olsun, sülh yoxdur, sülh var olsun.
Bu müstəqildir. Ay Allah, həll olmaq. Oy. Allah, oy. Müəllim, bildim, orada mən əgər varlığından əlavə əvəzliyəm deyil. Hə, Orada bir şey götürmür, deyil mi? Ayrı götürmür, deyil mi? hə. Mən də burada dedim, problem, yəni həll var. Problemlər kökündən həll var. Nə hiss edirsən belə şeylər son zamanı? Həll edildi, həll olmaq. Müəllim, 90-a bir daha baxa bilərik. 88. Nə olub 88-ə? O arada o şey var, o yaz qabağa gəlir, o qaranqış gəlir balasına yemək gətirir, balalar Hə, nə olub 88-ə? Ay yazır. Sən o düşünmədin, niyə səhv çıxıb? Gəl baxaq. Sözün tərkibinə yanaşı gələn DD samitləri yazılı kimi tələffüz edilməyə bilər. Mürəkkəb söz D ilə qutarsın, samit D ilə gəlsin. Şəkilci D ilə başlasın. Söz D ilə bitsin, şəkilci D ilə gəlsin. Buluddan. Sözün kökünə aid. Mən elə Sözün kökü demiş. Bəli, o anda sözün kökünə aid. Hə. 89-a nəyə baxın? 80. Gülün belə. Mən içimdə burada qara qanlar axır. İmtahana 3 ay qalıb, bunlar gülürlər. Hə, 100 gün. nə yazmısan bura? Məni yoxlayırlar. Hə? Gülüşdülər nədir ki? Gülüşdülər. Hə? Oğuz bəyləri bunu görüb əl çaldı. Qrammatikon pozulmuyor bax. Bu buna da uyğun gəlir, buna da uyğun gəlir də. Axı deyir yalnız birincisinə uyğun gələn şərtisi. Yalan danışma, başa düşdüm. Sonra Müəllim, 92. 92. Hə, 92. Hə. 90? Deyil 90-da. Nədir problem? Müxtəlif emosiyalara publisi üslub yox. Hara yaza bilərəm onu mən? Hə, 92-yə nə olur? Mən 92-də B yazdım. B yazıb D çıxıb. 2, 4 yazıb, 2, 3-ə baxmayıb. 4 yazıb. Nida cümləsi forması nə ola bilər? Bütün cümlənin sonuna bir nida işarəsi ata bilərəm də. Niyə? İstənilən cümlənin dalına bir nida işarəsi ata bilərəm də. Hə. O zaman bunu sizə demişdim ki, nida işarəsi ən böyük durğu işarəsi. Ha, nə dalına qoysan, o zaman nida cümləsi. Bu niyə 4? Doğru da cümlə şəxsi görünümlərindən yanlış bilinir. Hamısına aiddir. 93. Nə yazmışsın? Mən dərsə gedirəm, nida qoya bilirəm. Niyə qoya bilmirsən, atavam? Niyə qoyum ki? Bax- Hansı tonla deyirəm bunu bəs? İstəmirsən ki, məsələn, sifət edirsən, deyirsən, mən dərsə gedirəm. Bax, Ni- 93-də niyyəti oldu. Bir sözlə hamıya yerini göstərdi. Bir kəlmə ilə yəni. İki cür anlaya bilərəm. Ya bir sözlə modal söz, hər iki tərəfindən verici, ya da bir kəlmə ilə. Nədir abala? Nədir sənin dərdin? Hə. Cavab soruşurdun. Hə, alayım. Uzlaşma pozulub mübtədanın əlavəsindən, xəbər arasında. Birinci, ikinci şəxs. Mənim 100. Birinci, ikinci şəxsi olan mübtədanın əlavəsi xəbərlə uzlaşmır. Mən, yəni sizin rəhbəriniz inanma işləyirəm. Yəni vergül var. Hər iki tərəfdən vergül qoyulub bu zaman əlavənin. Sizindən sonra qoyulmadı. Çünki orada sizin... Əlavənin o tərəfindən. Hə. 96. Gəl baxaq görək. Yalnız sualı necə anlamısan? Sualı necə anlamısan? Anlayıb, inanıram. Deyir ki, yalnız cümlə üzvləri arasındadırsa, deməli orada xitab olmamalıdır. Hədis xitab. Ya da tabi söz birləşməsi yox. Ya da söz birləşməsi bəli olmamalıdır. Yalnız cümlə üzvləri arasındadır. Tabisi mürəkkəb cümlə də olmamalıdır. Ola bilər. Ada xitab var burada, gül kimi getdi bu. Onun sərvət və sənətkarlar haqqında dedikləri, bu da cümlə üzvü deyil, bağışlayın, tərkibin içidir. Otaq çox soyuq idi, gecə pəncərə səhvən açıq qalmışdı, bu tabelidir. Fəxrəddinlə həmfikir olan Sarı xanım onun fəaliyyətini dəyərləndirir, ona yardımcı olan arzulayır, buyurun. Həmimiz xəbərlər. 100. 100'ə baxım qaydarım.
Təhsil kağıt qoşmayla işləmir. Hə? Və bildim mən təhsil qoşmalı işləm. Birinciyə artıra bilməm. Onun üçün yeni A üçün. 98. Nə? Keçən dəfə demədik ki, şəkilçi hesab etmirəm. Edilmir də. Kim nə deyir ki? Hə. Bircə nə deyir? Bircə nə deyir? 2 qramaj şəkilçi yer ala bilər. 3-4 demir, 2 deyir. Biri təhsilli cəhət şəkilçi, bir də cəm şəkilçi. Gələ biri təhsillik, biri mənsubiyyət. Cəmlənməyən isim olsa ikisi olacaqdır. Məsələn, həkimliyimiz. Bu, həkimliyimizi. Bitti. Ağrı azılı bir videonun sonuna da gəldik. Hədiyyə kampaniyasına qoşulmağı unutmayın, az qalır vaxtda. Özü qoruyun. Növbəti videolarda görüşərik, hələlik. İnfarkt olmasam qalsın.